Səələ sailun bi'azabin vaqi. Bu ayə hardadır? Məaric surəsinin 1 və 2-ci ayələridir. Bismillahdan sonra budur. Səələ sailun bi'azabin vaqi' lil kafirinə leysə ləhu dafi'. Bir nəfər sual soruşdu, bir əzabdan ki, bu əzab vaqi olsun və olacaq. Ayə buyurur ki, lil kafirinə leysə ləhu dafi'. Əzab ki, nazil oldu, heç bir kimsə yoxdur ki, kafirləri müdafiə eləsin. Bu ayəni keçdi. Əbu Hüreyrə deyir. Əbu Hüreyrə nəql edən hədisdə şübhə olmazdan yəqin ki. Əbu Hüreyrə deyir. Şəvahidü Tənzil 303-cü səhifədə. Deyir, bir gün Peyğəmbər Qədir Xumda hamını yığdı. Hamı ora yığışandan sonra Murtəzanın Əleyhisselam qolundan yapışdı. Dedi, mən kuntu Mevla fəhaza Mevla. Hər kəsə mən Mevlayam, Əli onun Mevlasıdır. Bir nəfər ərəb durdu ayağa, Ərabidir. Ərabi başqa, ərəb başqa. Ərabi o ərəblər ki, onlar çöllərdə, bayırlarda yaşayardılar, obalarda yaşayardılar. Heç mədəniyyətdən hissat bilməzdilər onlar. Deyir, bir nəfər belənçi bir insan durdu ayağa, amma müsəlman olub. Dedi, ya Peyğəmbər, bizə buyurdun, Allaha iman gətirək, iman gətirdik. Buyurdun, sənin Peyğəmbərliyi qəbul eləyək, qəbul elədik. Buyurdun, namaz qılın, namaz qıldıq. Buyurdun, oruç tutun, oruç tutduq. Buyurdun, xums verin, zəkat verin, biz onları elədik. Amma bunlar səni qane etmədi. İndi də istəyirsən, əmin oğlun bizə hakim eləyəsən. Mənim sualım var səndən. Ağa da buyurdu, soruş. Dedim, mənim sualım budur ki, bu iki sən əlini təqdim eləyirsən bizə və deyirsən ki, bu məndən sonra sizə hakimdir. Yəni, bir ərəbi ki, ərabi, mədəniyyətdən zərrə qədər onun bəhrəsi yoxdur, o başa düşdü ki, əlini hakim təyin eləyiblər. İndi 1400 ildən sonra bu mədəniyyətindən başa düşmürük biz. Bu ölkədə oturur, televizyonun içində o birisi ölkədəki xəstəni cərrahlıq eləyirlər əla. Görürsünüz ki, indi günəşin istisini çəkiblər evlərdə əlanda, qaz, neft köynəldiyorlar. İndi maşınlara da benzin töhmürlər. Günəşin hərarətindən alırlar, dünya bu yerə gəlib çatır. Telefon eləyir bu ölkədən o ölkəyə 16 saat təyyarə ilə yoldur. Bu götürcən, alo, onun şəkli düşür ora, bunun da şəkli düşür ora. Onun şəklini bu görür, bunun şəklini o görür. Bir-birini görür, bir-biri ilə də danışır. O ki, hədislərdə var idi, bir zaman gələcək, belə olacaq, belə olacaq. Bunların hamısı deyilir bu hədislərdə ki, İmam Zaman ağanın zuhuru yaxınlaşır. Belə bir mədəniyyətinə indi bunlar, orada tez başa düşdü ki, məqsəd hakimiyyət təyin edirlər burada. Mən kuntu Mevla, hər kəsin mən Mevlasıyam, əlim. Dedi, sualım budur ki, bunu sən özündən deyirsən ya Allah deyib sənə. Həzrət buyurdu ki, vallah, and olsun Allah. Allah dedi, mən bunu sizə dedi. And 3 dəfə, and olsun Allah. 3 dəfə Həzrət and içdi, dedi, bu mənim işimdir. Əsəbləndi. Bu ərəb. Əsəbləndi, getdi. Nə dedi? Dedi, Allahümmə inkânə hâzâ huvəl haqq min indik. İlahi, əgər bu iki
Peyğəmbər əlini təyin elədi. Əgər bu haqq idi ki, Peyğəmbər deyir, onda göydən bir ot düşsün, məni yandırsın. Belə dualarda tez qəbul olar axı. Əbu Hüreyrə deyir, hələ sözü ağzından qutarmamışdı, ot yetişdi. Yandı, kül oldu. Bu da bir ayədir. Məarij surəsinin 1-2 ayəsidir. Səələ sailun bi əzabin vaqi.